Salam aleykum. Allaha borc vermək sözün zahiri yox, mənəvi dili. Allahın borca ehtiyacı yoxdur. Deməli, bu ifadə insanın başa düşəcəyi dildə qurulmuş bir çağırışdır. Buradakı borc paylaşmaqdır, əl tutmaqdır, haqq yolunda risk almaqdır. İmkanı yalnız özün üçün saxlamamaqdır. Yəni, Allah yolunda verdiyin hər şey əslində insan üçündür. Gözəl borc nədir? Ayə borc demir, gözəl borc deyir. Bu çox önəmlidir. Gözəl olan odur ki, məcbur etmədən verilir, minnət qoymadan verilir, ürəkdən verilir. Yəni dəyər miqdarda yox, niyyətdədir. Çox qatını verir, təkcə pul kimi oxuma. Bu artım bəzən malda olar, bəzən rahatlıqda olar, bəzən ürək genişliyində, bəzən insanın yolunun açılmasında, bəzən də özünü itirməməkdə olar. Yəni qazanc həmişə kassada ölçülmür. Darda verər, bolda, həyatın reallığı. Bu cümlə çox dürüsttür. Allah demir ki, verdim, dərhal zəngin oldun. Deyir, bəzən az, bəzən çox. Məncə Allah burada belə deyir. Əl-Bəqərə surəsi 245-ci ayədə deyildiyi kimi, kim Allaha yaxşı bir borc verərsə, Allah onun əvəzini qat-qat artırar. Allah bəzilərini sıxıntıya salar, bəzilərinə isə bolluq verər. Siz ona qaytarılacaqsınız. Salatullah, selamullah aleyke ya Habiballah. Salatullah, selamullah aleyke ya hayra halqillah.